Salam, hər vaxtınız xeyir olsun, dəyərli şagirdlər. Xoş gördük hər birinizi. Bu gün sizlə belə bir sual-cavab paylaşacağam. Diqqətlə qulaq asın. Sualımız belədir ki, eyni məntəqədən eyni anda hərəkətə başlayan iki avtobusdan birincisi 36 dəqiqədən bir, ikincisi isə 40 dəqiqədən bir çıxdıqları məntəqədə oldular. Ən azı neçə dəqiqədən sonra hər iki avtobus eyni məntəqədə olar? Bu tipli suallarda uşaqlar başqa şey axtarmaya ehtiyac yoxdur. Sadəcə olaraq elə əkov, yəni 36 ilə 40-ın əkobunu tapsaq bizə kifayət eləyir. 36 40. 36 ilə 40-ın əkobun bərabərdir. Demək, 36-nın sadə vurğularını ayrı şəkildə yazsam, 36 bərabər olacağına 2-nin kvadratı vurulsun 3-ün kvadratı. Düzdürmü? Bəli, düzdür. 40 nəyə bərabər çıxar? 40 da bilirəm ki, 40 da bərabərdir. 2-nin kubu vurulsun 5 olar. Düzdürmü? Bəli, düzdür. Demək, əkob nəyə bərabər olacaq? Əkob bərabər olacaq 2-nin kubu vurulsun 3-ün kvadratı vurulsun 5-ə. Bu nə olacaq? Bu olacaq 8, 9, 72, o da olacaq 360. Demək, nəyə bərabər oldu əkob? Əkob bərabər oldu 360-a. Demək, 360 dəqiqədən sonra onların olacaq, çıxdığı hər ikisi eyni anda olacaq, eyni məntəqədə olacaqlar. Cavab olacaq A bəndi. Bu qədər. Sağ olun, salamat qalın.